Bu gecə olsa kömək, aləmi yoxdan yaradan, möcüzə nəzmə çəkərdim mən əvvəl fəzl ağadan. Fərqi yoxdur ağamı, kim necə səslər haradan, odur hacət qapısı, xəstələrə eylər əlac, özü Allah onu zülmətlərə bəxş etdi sirac. Elə qeyrətdə bəşər gəlməyəcək dünyaya, öləneycən elədi xidmət ali Zəhraya. Kim təvəssül qıla eşq ilə həmən Mövlaya, yəqinəm dərdə dəva var, əli boş gedməyəcək. Kim ki şəkk eyləsə Allahına xoş gedməyəcək. Bir vilayətdə əvvəl fəzli sevən kəs var idi. Bir əməllə ağası Əbbasa çox oxşar idi. Əməlin tərk eləməzdi, buna adətgar idi. Hər məhərrəm qoşulub yar vəfadarlara, məşqi çiynində su paylardı əzadarlara. Nə bəla gəlsə ona səbr eləyən insan imiş, həm aza həm də çoxa şükr eləyən insan imiş. Cəmi bir dərdi üçün fikr eləyən insan imiş. Kişinin evdən məriz vardı bir oğlan uşağı, anadan gəlmə dalıcan sürünərmiş ayağı. Elbə-el gəzdi ata, çöldə həkim ünvanı. Necə dərman dedilər, aldı həmən dərmanı. Büsbütün müflic olub, büsbütün müflic olub, yetdi sona imkanı. Yenə də çarə tapan olmadı naxoş uşağa. O səbəb məhkum olubdur neçə ildir yatağa. Əl-qaraz il dolanıb mavsəm-i matəm gəldi. Hüsn eşqi ilə yanan qəlblərə qəm gəldi. Keçdi Zilhiccə ayı, mah-i məhərrəm gəldi. Yenə məşkin götürüb məşkinə su doldurdu. Eləyib səcdə-i şükrü cənamazdan durdu. Məşkini çiyninə saldı, özünə verdi təkan. Qədəmin atdı ki çıxsın çölə o ruhi rəvan. Elə bir nalə sızıltı səsi gəldi o zaman. Çöndü baxsın ki bu nə? Qəlbidir eşqlə döyünür. Gördü naxoş balası sinəsi üstə sürünür. Balasın gördü elə əlləri düşdü yanına. Ağlıya ağlıya övladını sıxdı canına. Dedi oğlum, özüvi atma bu dərd karvanına. Bu qədər ağlama gəl, gözlərimə qurban olun. Nə sözün var, de mənə, sözlərimə qurban olun. Ata, neyniyim ki, belə yazmışdı yazan taleyimi. Geymişəm sübhü çağından bu qara köynəyimi. Mənə gər versun icazə, deyərəm istəyimi. Bu gecə qoyma qalım evdə məni tək tanə, məni də sinə vuranlarla apar meydana. Deyərəm şeirimin ardın ağamız etsə kömək. Belə bir hadisiyə tab eləməz çərxi fələk. Nə dedi bəs ata övlada cavabında görək. Dedi oğlum, belə sözlərlə utandırma məni.
aton onsuz da xəcalətlidir, yandırma məni. Əl-qərəz son qoyulub evdə bəla məclisinə, tutdular üz yəni şahi şühəda məclisinə, çatdılar bir qısa müddətdə əza məclisinə. Gördülər ali əba ətrini məclis qoxuyur, Rozaxan cuşa gəlib Rozə-i Əbbas oxuyur. Ucadan söylədi gəldim ağacan məhsərvə, qurbanam nəhri fəradda kəsilən əllərvə, bu gecə çarə əgər eyləməsən nokərvə, and ola öz canıva məşki 2 parçalaram, daha mən mah-ı məhərrəmdə su da paylamaram. Bu sözə göz yaşına batdı bütün əhl-i əza, yıxılıb minbərən naxoş balasın etdi dua. O qədər ağladı, axır özü qəşş etdi ata, məclisin xuddamı bir fasilə elan etdi. Hərə öz mənzilinə qəlbi pərişan getdi. Bağlı qalmaz nökərin dərdinə hacət qapısı, açılıbdır gecənin yarısı rəhmət qapısı. Görsənir naxoş uşağa o kəramət qapısı, artıq hisseylədir röya qutarıb yar gəlir, nökərin görməyə qeyrətli ələmdar gəlir. Baxışından görürəm ki, nə gözəl simasan, olmaya şiyələrin səslədiyi Mövlasan, Hüseynin qızlarına su gətirən səqqasan. Ağacan, mən dediyim Həzrətül Əbbas sənə gər, Allahın izni ilə nokərvə eylə nəzər. Ağlama halına, halında xəbərdaram mən, atova söylə gəlib Əbbas ələmdaram mən, sənə Allah verəcək çarə ümidvaram mən. Başığı lalə kimi salmasın öndən aşağı, ya Əli de, Əlivi qoy düzüvə dur ayağa. Daha durdun ayağa, qəmli aton göynəməsin, amma çatdır atova bir də belə eyləməsin. Daha su paylamaram kəlməsini söyləməsin, söz xanımlar xanımı Fatimiyə təsir edib, ağlayıb pərdə-i qeybətdə xanım huş gedib. Ağacan, var evimin bir Əli Əkbər nökəri, doğulandan ələyağında var əksik əgəri, ona da qanlı gözündən əgər etsən nəzəri, hətta ölsəm olaram bəxtəvərin bəxtəvəri, yazılar başdaşıma öldü Əbəlfəz nökəri. Dər Zəhrada cavan ömrümü pir eyləmişəm, nəfsimi eşq ilə əqlimdə əsir eyləmişəm. Ağama 7 şeir dildə nəzir eyləmişəm, axı hacət qapısı sənsən ağa, harə gedim, elşənəm, ver balamın dərdinə sən, çarə gedim. Elşənəm, ver balamın dərdinə sən, çarə gedim.